وقل رب زدني علما. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد. Ramazan ayı xeyir ayıdır, bərəkət ayıdır, ibadət ayıdır, təqva ayıdır, iman ayıdır, əqidə ayıdır. Yəni, həqiqətən Ramazan ayında islah olanlar çox olur. Əqidəni öyrənənlər çox olur. Bidətdən tövbə edən çox olur. Asilikdən tövbə edən çox olur. Və ona görə o tövbələrə ən çox yardım edən səbəblərdən biri Allahın məhəbbətidir. Allah Azə və Cəl məhəbbəti. Yaxşı, Allahın məhəbbətini qazanmaq üçün nə etmək lazım? Bu barədə alimlər deyirlər ki, min əsbəb məhəbbətilləhi təalə. Allahın məhəbbətini qazanmağın səbəbləri bunlardır, aşağıdakılardır. Birincisi, qiraətul Qur'an-ı Kərim bittədəbbür. Quran-ı Kərimi tədəbbürlə oxumaq Allahın məhəbbətini qazandırır. İnsan Allahın kitabını, Allah Azə və Cəllənin yəni kəlamını tədəbbürlə oxuyarsa, başa düşəkcə oxuyarsa, onu Allahın sevməsinə səbəb olur. Həqiqətən insan tədəbbür etdikcə görür ki, Quranda nə qədər xeyirlər var. O xeyirlərə Allah bizi nə edir? Yönəldir. Nə qədər şərlər var, o şərlərdən bizi çəkindir. Nə qədər elmlər var. O elmləri görəndə insanın həqiqətən qəlbi genişlənir. Qəlbi rahatlayır. Quran-ı Kərim həqiqətən bərəkət. Ona görə birinci səbəb nədir? Quran-ı Kərimi necə oxumaq? Tədəbbürlə oxumaq. Ona görə hətta bəzi alimlər deyir ki, Quranı yəni mütləq deyil ki, çox neynəsən, xətm edəsən. Deyir, bax, Allah Rasul sallallahu aleyhi və səlləm Quranı həmişə bir dəfə xətm edib. Peyğəmbər sallallahu aleyhi və səlləm hər dəfə Quranı yəni Ramazanda bir dəfə xətm edərdi. Yalnız axır ərz deyirlər ona. Cəbril əleyhissalam axır dəfə Quranı ərz edəndə Peyğəmbər sallallahu əleyhi və səlləmin neçə dəfə olub? 2 dəfə. Yəni axırıncı dəfə bir dənə 2 dəfə olub xətm. Qalan bütün vaxtlar nə olub? Bir dəfə olub. Yəni bir dəfə Quranı xətm edib, oxuyub tədəbbürlə oxumaq bu 5 dəfə, 6 dəfə, 10 dəfə oxuyub tədəbbürsüz oxumaqdan daha yaxşıdır. Bəs deyərsən sahabələrdən gəlib Osman radiyallahu anhudan və başqa tabinlərdən gəlib böyük, onlar bir gecədə 2 dəfə xətm edərdilər və yaxud da bir gecədə çox xətm edən olub Osman radiyallahu anhudan çox xətmlər də gəlib. Yəni onlar əhkamları bilənlər olublar. Onlar ayələri yəni ki sürətli yadda qalsın deyə, sürətli istihdar etsinlər deyə belə edirdilər. Ona görə onlar Ramazana deməli həm Quran qiraəti, həm də Quranın hifzinin müraciəsi kimi baxardılar. Yəni biz bu ayda müraciə edəcəyik. Yəni bütün Quranda olan əzbərlərimizi geri qaytaracağıq. Yəni çünki istər-istəməz il boyu insan başqa elmlərə yönələ bilər, başqa işlərə yönələ bilər görsən, amma Quran nədir? Yəni Ramazan Quranın hifzini geri qaytarma ayıdır. Və bu cəhətdən çox ediblər. Yoxsa ki, bir dəfə tədəbbürlə etmək çoxlu şəkildə tədəbbürsüz etməkdən nədir? Daha yaxşıdır. Buna dəlil nədir? Allah Azə və Cəllə buyurur ki, Quran-ı Kərim kitabun ənzəlnəhu iləykə mübərəkun və sən kitabun ənzəlnəhu iləyk mübərək. Bərəkətli nəyi? Ləfzi, mənası, savabı, elmləri, bərəkət var kitabda. Deyir ki, nə üçün? Liyyəddəbbəru əyəti. Onun bütün ayətləri bu. Ayəti burada amdır. Mudafdır. Fikirləsən mi? Mudaf gəlib, yəni bütün ayətlərini, həm də cəmdə gəlib. Cəm sayğasında gəlib. Yəni bütün ayətləri tədəbbür olunsun deyə. İkinci, ət-təqarrub ilallahi bin nəvafil. Allahın sevgisini qazanmağın yollarından, səbəblərindən bir də nafilələrlə Allaha yaxınlaşmaq. Yəni insan fərzlər ən çox Allaha sevimli olan əməllərdir. Lakin fərzlərdən sonra nafilələr Allahın sevgisini qazandırır. Necə ki, hədisdə gəlib, Allah Azə və Cəllə buyurur ilahi hədisdə ki, qulum mənə
nafilələrlə yaxınlaşdıqca mən onu neyniyərəm? Sevərəm. Yəni Allahın sevgisini, yəni insan hər 2 rükət nafilədə Allahın sevgisinə tərəf gedir. Yəni, ona görə bax, elə bunu insan xatırlasa ki, mən nafilə ibadəti yerinə yetirəndə Allah Azə və Cəllə məni sevir, yəni ona bəs edər. Və həmçə üçüncü Allahın sevgisini qazandıran səbəblərdən biri davam zikrillahi Teala ala kulli hal bil lisani vel qalbi vel amel. Deyir ki, davamiyyətli şəkildə hər halında insanın Allahı zikr etməsi dillə, qəlblə və əməllə. Deyir, dillə aydındır. Subhanallah, elhamdülillah, Allahu akbar, la ilahe illallah, la havle və la quvvətə illə billah. Hansı ki, bunlar çox böyük kəlmələrdir. Hərəsinin xüsusi bir elmi izaha ehtiyacı olan bir kəlmələrdir. Lakin deyir, qəlblə necə olur? O kəlmələrin dəlalət etdiyi şeyləri düşünmək, mənaları düşünmək, Allahın ayətlərini tədəbbür etmək. İstəyir kovni ayətlər olsun, istəyir şər'i ayətlər. Kovni ayətlər Allahın yaradılışı. Yaradılış haqqında düşünürsən. Həqiqətən adamın imanı artır. Sahabələr deyərdilər ki, nəclis nu'minu sa'atan. Ta'alu nəclis və nu'minu sa'atan. Deyir ki, gəlin oturaq və 1 saat iman edək. Yəni, tədəbbür edək Allahın kovni ayətlərini. Şər'i ayətlər də Allah Azə və Cəllənin yəni ki, ayətlərini, Quran-ı Kərimin ayətlərini, hədisləri, orada olan mənaları. Misal üçün Allah Azə və Cəllə buyurur, وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ. Kim deyir, əmanətə xəyanət edərsə, xəyanət etdiyi şeylə qiyamət günü gələcək. Təsəvvür, kim deyir, əmanətə xəyanət edərsə, xəyanət etdiyi şeylə gələcək. Ona görə işçiyə haramdır ki, müdürünə xəyanət etsin. Övlada haramdır ki, anasına, atasına xəyanət etsin. Müsəlmana haramdır ki, Qur'ana, sünnəyə xəyanət etsin. Ona görə bir kişi gələcək, deyir ki, Abu Davudun, həmçə İmam Tirmizinin rivayət etdiyi nəqildə bir kişi gələcək, deyir ki, yəti yevməl qiyaməti raculun və alə rəqabətihi bə'irun ləhu ruğa. Deyir ki, boynunda dəvə ilə və o dəvə qışqıracaq, səs çıxaracaq. Deyəcək ki, ya Rasulallah, əğisni. Ya Rasulallah, mənə yardım et. Səndən kömək istəyirəm. Deyəcək ki, məndən uzaq dur, qad bəlləxtuk. Mən artıq sənə çatdırdım. Və bir kişi gələcək boynunda atla. Ləhu həmhəmətun. Yəni, onun deyir, yəni, səsi olacaq, at səsi. Deyəcək, ya Rasulallah, yəni, oğruyub atı, xəyanət edib. Mala xəyanət edib. Və biri gələcək qoyunla, ləhu thığa, yəni o qoyunun səsi olacaq. Yəni ki, deyəcək, ya Rasulullah, əğisni, mənə yardım et, ya Rasulullah, deyəcək, yəni ki, mən artıq sənə çatdırdım, bəyan etdim. Ona görə bax, yəni, müsəlman qiyamət günü gələcək. Yəni, bu ayəni tədəbbür etmək insanın nə qədər əməllərini düzəldir, əxlaqını düzəldir, əmanətdə insanı möhkəm edir. Ki, insan qiyamət günü xəyanət etdiyi şeylə gələcək. Allah Azə və Cəllə cavab verəcək. Həmçə əməllər, hər dəfə insan ibadət edəndə, yəni Allaha düşünməsi ki, bu ibadət nə üçün buyurulub, imtisali diqqət etməsi, orucla, həmçin namazla, həmçin zəkatla, nəyə görə mən bunu verirəm? Allahın razılığını qazanmaq üçün. Bax, bu əməl, yəni əməldə olan zikr. Ona görə İbn-i Qayyim Rahimullah deməli, Vabil-ü Sayb kitabında deyir ki, o əməl ki, o əməldə zikr var, o əməllər ən əfsəl əməllərdir. O əməl ki, o əməldə zikr var, Allahı xatırlayır insan, o ən əfsəl əməldir. Hansı əməllər olsun, istəyir namaz, istəyir oruc. Bu, haradan götürüb bunu? Soruşurlar ki, ya Rasulullah, Allah yolunda döyüşənlərin ən fəzilətli hansıdır? Deyir, Allaha ən çox zikr edənlər. Deyir, bəs oruc tutanların ən yaxşısı hansıdır? Deyir, Allaha ən çox zikr edənlər. Oradan İbn-i Qayyim Rahimullah ümumi fayda çıxarıb, deyir ki, sahabələr bəlkə başqa əməlləri də soruşsaydılar, Allah Rəsulü deyərdi ki, Allaha hansı əməl ki, orada Allah çox zikr olunur, o əməl Allaha daha sevimlidir. Və həmçinin Allahın məhəbbətini qazandıran şeylərdən biri də İsar məhəbbillahi Teala alə məhəbbil abdi. Çox möhtəşəm şeydir bu fayda. Deyir ki, insanın
özünün sevdiyi şeyləri Allahın sevdiyi şeylərdən üstə qoymamaq. Yəni, Allahın sevgisini qazandıran şeylər insanın sevgisini üstələməlidir. Misal üçün, insan yatmağı sevir. Amma sübh namazına durmaq Allahın sevgisini qazandırır. Onu tərk edib durursan Allahın namazına. Və həmçinin bu qaydanı həyatda hər şeyə tətbiq edə bilərsən. Misal üçün, "Lə yu'min ahadukum hatta yuhibba li axihi ma yuhibbu li nefsihi." Sizdən biriniz iman gətirmiş olmaz, özü üçün istədiyini qardaşı üçün istəməyincə. Bu şey hər yerə tətbiq etmək olar. Məclisdə oturanda, bir yerdə olanda və yaxud da qardaş üçün bir xeyir istəyən, baxın, iman etmiş olmaz. Burada əslində vacib imandan söhbət gedir. Yəni, imanın kamilliyi yox, vacibliyindən söhbət gedir. Diqqət et, çünki bəzi alimlər etiraz edirlər. Kamillik deyənlərə etiraz edirlər. Deyirlər ki, heç vaxt Allah Resulü sallallahu aleyhi ve sellem kamillik olan şeydə deməz, imanı nəfi etməzdi. Deməzdi ki, iman etmiş olmaz. Deməli, bu imandan vacib olan şeylərdən. Əgər kim onu etməzsə, deyir, imandan vacib olan bir şeyini eləmişdi, tərk etmişdi. Vacibi tərk etmək nədir? Haram. Haram deyir. Səvr et. Həmçin 5-ci Allahın sevgisini qazandıran şey mutali'atul qalbi li əsmaihi və sifəti. Allah Azze və Cəllənin, yəni qəlbin Allahın isim və sifətlərini eləməsi, tədəbbür etməsi, fikirləşməsi. Yəni Allah Azze və Cəllənin isimləri haqqında, sifətləri haqqında bu qədər kifayətdir. Allah bir daha doğrusunu. Subhanəkəllah, mühəmdik. Əşhədu an la iləhə illə əntə, əstəğfiruka və etûbü ileyk.